Azərbaycan Texniki Universitetində Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirinin müavini İdris İsayev, müasir təhsil sistemi, bu sahədə aparılan islahatlar, ali məktəblərin bakalavriat, magistratura və doktorantura pillələrinə qəbul proqramları haqqında ətraflı məlumat verib. Nazir müavini imzalanacaq memorandumla Elm və Təhsil Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağını qeyd edib. Müdafiə Sənayesi Nazirinin müavini Hidayət Əzimov, müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı, sahəvi mütəxəssislərin təkmilləşdirilməsi və innovativ mühəndisliyin daha da inkişaf etdirilməsi məqsədi ilə Elm və Təhsil Nazirliyi və onun strukturuna daxil olan elmi tədqiqat institutları, eləcə də ali təhsil və peşə hazırlığı müəssisələri ilə səmərəli əməkdaşlıq edildiyini və bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Nazirlər Kabinetinin müvafiq qərarı və Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü əsasında 2012-ci ildən Azərbaycan Texniki Universitetində xüsusi texnika və texnologiya fakültəsinin uğurla fəaliyyət göstərdiyini, təhsil müddətində yüksək nailiyyətlər əldə etmiş məzunların əksəriyyətinin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvəffəqiyyətlə çalışdıqlarını vurğulayıb. Sonra Elm və Təhsil Nazirinin müavini İdris İsayev və Müdafiə Sənayesi Nazirinin müavini Hidayət Əzimov Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalayıblar. İmzaladığımız memorandumda bir sıra əməkdaşlıq istiqamətləri, fəaliyyət istiqamətləri nəzərdə tutmuşdur. Bunlardan biri təbii ki, müdafiə sahəsinə aid ixtisaslı kadrların hazırlanmasıdır. Biz bunu necə nəzərdə tuturuq? Yəni bizim bəlli bir öz təsdiqini tapmış bir sabah layihəmiz mövcuddur. Bu layihə sabah layihəsi çərçivəsində bu fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tuturuq. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyi də tələbələrə və təhsil prosesinə öz müxtəlif dəstəklərini göstərəcəkdir. Tələbələrə, xüsusi istedadlı tələbələrə təqaüd əlavə olaraq təsis edəcəkdir. Təcrübə bazası kimi müdafiə sənayesi müəssisələri iştirak edəcəklər. Memorandum əsasında nəzərdə tutulur ki, Müdafiə Sənayesi Nazirinin əməkdaşları peşə hazırlığı, ixtisas artırma kurslarını deməli Azərbaycan Texniki Universitetində keçmiş olsunlar və bu proses burada təşkil olunsun. Tədqiqatlar, araşdırmalar aparılacaqdır. Bu memorandum çərçivəsində həm müdafiə sənayesi müəssisələrinin bu prosesə dəstək olacaqdır. Texniki Universitetin professor müəllim heyətinin elmi tədqiqatla məşğul olan şəxslər bu prosesdə təbii ki, aktiv iştirak edəcəklər. Bununla bağlı Texniki Universitetdə xüsusi fakültə fəaliyyət göstərir və bu fəaliyyət təşkil daha da yüksək səviyyədə təşkil olunacaqdır. Maddi texniki baza artırılacaqdır. Tədbirin sonunda qonaqlar Texniki Universitet tərəfindən müasir tədris təhsil proqramlarının həyata keçirilməsi məqsədi ilə ali təhsil müəssisəsinin maddi texniki bazasının əsasında yaradılan texnoloji imkanlar və perspektiv layihələrlə tanış olublar.